Deyir ki, imkan yoxdur ximya almağa, biz neyniyək, bitki. Deyirəm ki, bax, mənim də başıma gəldi də. Mən elə bil müalicənin sonunda da imkanım çatmadı elə də mənim müalicə almağa. Allah razı olsun dövlət başçımızdan, xanımından. Mən elə bil onlara məktub yazdım. Vallahi ki, elə çox keçmədi ki, məktubun cavabı gəldi. Yəni Milli Onkologiya Mərkəzində get müalicə pulsuz al. Var olsunlar. Dövlət bizim üçün bundan artıq nə etməlidir? Göndərdilər. Özü də onkoloji xəstələrə tez baxırlar. Fonda yazmışdım da mən. Tez baxırlar. Adım oradadır. Yəni mən yoxlanmaya zada, məsələn üçün müayinə getsəm, gedim yəni pulsuz yoxlanacam. Bir də bir xanım var idi Gəncədən. Mənə zəng eləmişdi ki, ximiyaya getməliyəm. Mənə artıq ximiya yazıblar, imkanım yoxdur. Necə eləyə bilərəm? Bu da tələsirdi də getməyə. İndi dedim məktub yazmağı, eləməyi biraz çəkəcək idi deyə. Dedim ki, ona məsləhət gördüm. Orada Milli Onkologiya Mərkəzində, buradan hər kəsə deyirəm də, hamı eşitsin. Milli Onkologiya Mərkəzində Azad müəllim var. Baş həkimdir oranın. Onun bir də köməkçisi var, o da xanımdır. O qədər çox gözəl xanımdır, vallahi ki, mərifətli insandır. Dedim get ona yaxınlaş. Denən imkanım yoxdur da. Bəlkə də xanım burdadır, qulaq asır mənə. Dedim get o xanıma yaxınlaş, denən ki, imkanım yoxdur. Vallahi ki, getdi, yaxınlaşdı. Xanım demişdi ki, ona söhbət, yəni sözdür də. Gəl ginən pulsuz müalicə al ginən. Sən ölməlisən buna görə. Vallahi ki, mən zəng edib sevinə-sevinə ki, xanım məni qəbul elədi. Yəni kömək eləyir də dövlət bizə. Bundan artıq bizə nə kömək eləməlidir ki? Nə qədər insanlar tanıyıram ki, yəni onların vasitəsilə Allah onlardan razı olsun, gedib pulsuz müalicələrini alırlar. Ağır xəstələr, onkoloji xəstələr. Dərhal baxırlar olan işinə. Belə. Valla Rəşad, Allaha and olsun deyirəm mən özümü. Bir dəqiqə mənim adım oradadır da. Milli Onkologiya Mərkəzində mənim adımı sistemdədir. Var olsunlar. Elə dərhal mən o xanımdan başqa bir başqa xanım da var idi. O da müalicə alacaq idi, imkanı yox idi. Dedim, get müraciət elə, məktub yaz. Məktub yazdı, dərhal cavabı gəldi ki, gedin müalicə alın. Yəni dövlət nə etməlidir bizim üçün bundan artıq? Var olsunlar, Allaha and olsun. Həm də bir şey qeyd edeyim ki, Milli Onkologiya Mərkəzində çox güclüdürlər onlar hamısı. Niyə görə? Çünki ora sırf onkoloji mərkəzdir. Orada mükəmməl iş görürlər. Bəziləri qaçır, nə bilim, hardasa indi pul olduğuna görə. Orada mən başqa yerdə, məsələn üçün, bir dənə KT-dən keçməyə gedirdim. And olsun Allaha, əlimin üstün deşikdir. Deyirəm ki, onlara mən deyirdim ki, mən burada bu cür damarlar keçir də. Siz bir dənə buna düşə bilmirsiniz, başqa yerdə. Amma orada mən heç vaxt görməmişəm ki, ikinci dəfə damara soxsunlar. Bir dəfəyə düşürlər, görünmür damar. Bir dəfəyə düşür. O qədər çotqu iş görürlər oradakılar, oradakı sestralar, oradakı kollektiv, həkimlər. Dəhşətdirlər. Çünki sırf onkoloji həkimdirlər oradakılar. Mükəmməldir ora. Hamı ora qorxur, nə bilim, oranın şəklini çəkir ki, bura düşməyin, bura nə bilim nədir. Niyə? Onu deyirsiniz, üstəlik də gedib orada müalicə alırsınız. Faktı ki, mənə ora kömək olub da.